Əməkən sağlamı? Allah var eləsin, əziyyətlərini itirməsin, məhsulumuz bol olsun. Amma o bundan şirin idi. Bəzən bazardan aldığımız bir qarpızın arxasında necə bir əziyyətin, necə alın tərinin olduğunu düşünmürük. Bugün sizi günəşin altında alın təri ilə çalışan, hər qarpızın içində öz zəhmətini, öz ümidini və ailəsinin ruhisini görən insanların həyat hekayəsini danışacağıq. Hal-hazırda gəlmişik, Bostandayıq və hər tərəfdə görürsünüz. İşçilər, əmək, əziyyət, alın təri. Salam aleyküm, yorulmayasınız. Salam, xoş gəlmisiniz. Sağ olun, Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Çox sağ olun. Yorulmayasınız. Çox sağ olun ki, bizləri yad edir. Bu zəhmətkeş insanların yanına gəlirsiniz. Allah köməyiniz olsun. Bizim əziyyətimizi qiymətləndirirsiniz. Çox sağ olun, var olasınız. Sizə də çox təşəkkür edirəm ki, valla bu, indi biz bayaq da orada deyirəm ki, biz bura gəlib çıxana qədər həqiqətən mən yoruldum. Maşınla bura gələnə qədər maşınla. Bura gələnə qədər yoruldum. Sizin ümumi gününüz hamısı burada keçir. Elədir. Kənd təsərrüfatı əkinlərində çətin işlərdən də biri qarpız bostan əkinidir. Biz elə olur ki, saat 4-də dururuq o başdan, 5-də dururuq. Gəlirik bostanda, dərmanımızı veririk, alağımızı eləyirik. Bostan işi çətin işlərdən biridir. Bu ildə qarpıza yağışa görə, havaya görə xəstəliklər çox dəyir. Gübrələr bahadır. Kətçiyə o qədər də bostan əkməyi, beləciyinə, qiymətinə görə sərf eləmir. Bizdə də hibrid toxumlarımız var. Grandisi, Mirtodi, Amin F1'dir. Yaxşı məhsuldar toxumlardır. Bu il biraz xəstəliklər bizi incitdi. İndi də dərmanlar, gübrələr baha olduğuna görə insanlar, kətçilər çox tətbiq edə bilmir. Bizim də burada Şilyan kəndində ilk dəfə tətbiq elədikimiz salafanla əkmişik 4 hektar, 40 hektar ərazimiz var. Effekti də görürsünüz. Allaha şükür göz qabağındadır. Şükür Allah. Əziyyəti çox olsa da o bəhrəsini yeyəndə nəsə insana xoş gəlir. Neçə ildir bostançılıq fəaliyyəti göstərirsiniz ümumiyyətlə? Valla mən hardasa deyərəm 20 ildən çoxdur ki, bostan işi ilə məşğulam. Bu qarpız əkini ilə, bostançılıqla. Hərənin indi bir sənəti olduğuna görə biz də bu sənəti sevirik. Zəhmətkeş insanlarıq. Bizim də indi qarpızımız, çöldə əkdiyimiz qarpızımız gələn ay yetişəcək. Biz ətraf respublikalarda hətta qarpız verə bilirik. İtixalımız olur. İndi saat 4-də dediniz ki, saat 4-də çox vaxtı dururuq. Yuxudan durduq, saat 4-də gəlirik sahəyə. Məsələn, saat 4-də gələndə, saat neçədə çıxırsınız? Neçə saat işdə olursunuz? Biz valla saat 4-də gələndə adətən o qadınlar da gəlir, alaq eləmək, işçilərimiz də gəlir. Ona görə sərində çalışırıq ki, onları sərində işlədək. İsti qalxdı saat 11-12 biz çəkilirik sərdə. Yenə də axşam sərini görürük, sərində işləmək olar, yenə də bostanın üstündə olur. Demək olar ki, gün ərzində çox vaxt elə bu bostanın içində oluruq, bostanın içində yaşayırıq. Hələ bostan yetişincən, eləyincən bunun əziyyəti, bostanın əziyyəti çox çətindir, həqiqətən çox çətindir. Onu yetişdirib ərsəyə gətirmək, hazır xammal eləmək çox çətindir. Qarpız kəsmək də sənət olur. Bunun özəlliyi əsas yeri. Bu il birinci dəfə, hə? Bu il birinci dəfədir qarpız yeyirəm.
Söbabı uşaq vaxtı 4 yerə bölürdük belə. Həmişə 2 düz 2 belə ayrı tuturdum. Atırdım, bir dənə də arzu tuturdum. Heç biri də gərsəkləşmirdi. Tam zəhəri düşdü. Təzə suvarılıb, bunların dibini yumşaltmaq lazımdır, alaqlarını eləmək lazımdır. Bunun qolların nizamlı şəkildə düzəltmək lazımdır. Bar verəndə yaxşı olsun, sıx olmasın. Xəstəliklərdən qarpızın qolları nə qədər bir-birindən kənar olarsa, xəstəlikdən də uzaq olar. O mici, nə bilim, o göbələk xəstəliklərindən uzaq olar. Ona görə də bunların biz üstündə belə çalışırıq ki, bu xəstəliklərin bu il çox olduğuna görə qarşısını heç olmasa özümüz də çalışaq alaq, qarpızımızı yaxşı yetişdirə bilək. Bu qarpızı biz, bu 4 hektarı, buna biz salafan, sərmə salafan deyirik də. Bunu 4 hektarı ştil formasında əkmişik. Ştili əkəndən sonra, bir həftədən sonra suvarmışıq. İndi də onu gözləyirik, görürük ki, üstündə xırda-xırda meyvələri düşüb, onu da sulayırıq. O xəstəliyə qarşı, nə bilim, bitinə qarşı, o micə qarşı dərmanların tətbiq eləyirik, gübrələrini tətbiq eləmişik. O daxili bazarda qiymətin aşağı olduqca, əgər belə olarsa, bu bostançılıqdan mən elə fikirləşirəm ki, çox adam əl çəkəcək. Çünki bunun hektarına 5.000, 6.000 bostan əkən xərc qoyur. Ancaq onun qarşılığında onun qiyməti ona cavab vermirsə, tələblərinə uyğun cavab vermirsə, o məcburdur ki, başqa yol seçsin. Bolluq olsa olmağı yaxşıdır. Bəli. İndi o əkənə də, zəhmət çəkənə də sərf eləyən ola da. Hektara indi deyirik ki, məsələn 5.000, 6.000 bunun xərci var. Yaxşı, bəs deyək ki, qiymət yaxşıdır, qiymət qənaət bəxşdir, məhsul da çoxdur. Belə olduğu halda o həmən sahibkar bu qədər əziyyətin qarşısında nə qədər pul götürə bilir hektarına? Hektarına o baxır qiymətindən asılıdır. Bir də qarpızı becərməndən asılıdır. Elə olur ki, qarpız verir tona 60, hektara 60 ton, 65 ton. Elə bir xam yerlər var ki, o verir məsələn 80 ton. Onda bostan əkənin də üzü gülür, məsələn biraz yaxşı qazanır. Ancaq elə də olur ki, məsələn bu il biz əkdiyimiz, bu xərc qoyduğumuz yerə gəldi axırda yağışdan, küləkdən, havanın qeyri-sabit keçməyindən xəstəlik düşdü. İndi biz buradan yəqin ki, belə də böyük bir xeyrimiz olmayacaq da. O adamı biraz məyus edir. Yəni bu riskli bir işdir. Yəni hər an əkirsən nə olacağı bilinmir. Bəli, bəli. Riskli, ən böyük risklərdən biri də elə bu qarpızı. Qarpız elə olur ki, anlaşılmaz olur, baş aça bilmirsən. Onda da qarpız yandısa, bir xəstəlik düşdüsə, o əkənə böyük ziyandır, zəhmətinin itməsinə səbəb olur. İndi biz bu qarpızların suvarmasına başlamışıq. İndi nasos vasitəsilə sulayırıq. Bunun yanacağı, nasosu, bu da bizim için bir xərcdir. Ancaq biz bütün çətinlikləri çalışırıq ki, öhdəsindən gələk, məhsulumuzu yetişdirək. İndi hal-hazırda suvarmamız da gedir burada. Gedib baxıb tanış ola bilərsiniz ki, suvarma necə gedir, biz necə orada suvarmada əziyyətlər çəkirik. Bizim bostancımızdır. Adı Gül Babadır. Allah var eləsin, əziyyətləri itirməsin, məhsulumuz bol olsun. Birinci vegetasiya suvarmasıdır. Biz ara təkirik, açıq sahədir. Grunt. Hal-hazırda birinci vegetasiya suvarmasını aparırıq. Allah qoysa bitişimiz zadımız yaxşıdır. Gözləyirik. Gözləyirik ki, yaxşı məhsulumuz olsun, bol məhsulumuz olsun. Amin. İndi bu su nə qarır, indi burada nə qarır, o da bizə sən.
Elə 200 də deyim, nə olar? Bax, birinci vegetasiya suvarmasıdır, miri. Sən də de, əmi də desin, nə olar? Hə, 200 də var. Açıq sahə əkmişik. Bizdə əkin üsulu bu cürdür. Bizdə bu cür artda arxa əkib başqa sahələr kimi əmələ gəlmir. Sahənin su ötürmə qabiliyyəti yoxdur. Ona görə onu bura əkmək bizə əmələ gəlmir. Ona görə biz səllimi açıq sahə əkirik, suvarırıq və başqa sahələrdə də qorxmuruq ki, başqa sahələrdə kimi bizim qarpızımız tələb olar. Əksinə biz qarpızı sudan doyurursaq, bizim məhsulumuz olacaq, yaxşı olacaq Allah qoysa. İnşallah, inşallah. Salamat, salamat. Şilyan torpağında əsasən belə suvarmanın böyük əhəmiyyəti var. Belə suvarma tətbiq eləyəndə daha da qarpız yaxşı yetişir, yaxşı əmələ gəlir. Şırın vasitəsilə istifadə eləyəndə bu torpaqların ötürücü qabiliyyəti zəif olduğuna görə açıq sahə kimi sulanır. O daha da gözəl effekt verir. Açdıq, koyma. İlkincə tut, koyma aşırı. Əmi gəl bunu sağ. Əmi gəl sağır əmi. Bir dənə traktor. Nə basın? Bir dənə traktor sürmədiyim qalmışdı, o da yoxladıq. Nə var indi? Tormuz verdim. Hal-hazırda qardaşlar istirahət eləyir, gedək bizdə onların qonağı olaq. Hə, əmi məndən qabaq gəl. Mən traktorla gəlmişəm, əmi məndən qabaq gəl. Xoş gəlmisiniz. Sağ olun, Allah köməyiniz olsun. Çayımızdan, çörəyimizdən yiyin. Ya Allah. Bura bizim istidən qorunub istirahət edən yerimizdir. Hər bostanda belə bir yer olur. Buna biz çardaq deyirik. Gəlirik, istirahət edirik. Çayımızı yeyirik, içirik, çörəyimizi yeyirik. Olacaq istirahət yerimiz bizim bu bostanda budur. İndi səhər qiymət ucuz olanda, nə bilim, bizim bu malımızı bəyənməyəndə bizə o qədər pis təsir edir ki, belə əziyyətlər qarşısında, belə məsələn sahədə istədiyini görürsünüz, şahidisiniz ki, küdrüdür, sahədir, tozdur, torpaqdır, istidir. Onlara baxmayaraq biz öz işimizi görürük. O zəhmətimiz bəhrələnməyəndə biz də biraz məyus oluruq. Allah həmişə kömək olsun. Heyvanlarla da danışmalıyım. Yəni bura kimsə gəlsə, o gürzələri görsə burada qalmaz. Günortan qaynarında bu ağsaqqal veçin burada olur. Baxmayaraq burada çaqqal var, canavar var, yekə gürzələr var. Yəni günortan qaynarında bu çardağın altına bir dənə iti bağlasın, burada dayanmaz, qırar qaçar. Yəni bura elə isti olur. İndi siz yaxşı vaxtı gəlmişsiniz, sərindir. İndi qurban olduğum külək deyil, yağın sizə görədir. Çox sağ olun, gəlmişsiniz. Allah o köməyiniz texnika da olsun. məndir, Azər Aqro'nun texnikasıdır. Üstündə nömrə də var, adı da yazılı vurulur üstünə. Bəh, Azər maşallah. Aqro şirkətinə də mən öz təşəkkürümü bildirirəm, sizin vasitənizlə. Biz də təşəkkür eləyək ki, mən ilk dəfə Azər Aqro'nun onda Orada bizim yerimiz var, Etibar müəllim, Sabirabadlıdır. Sumqayıt yolunda, o traktor satışına bax. Çox sağ olsun, o satdı mənə. Allah kömək olsun, mən də bana çox işlər düz qoşulur. Sabirabaddan gəlmişik, Kürdəmirdir, bir ucu Zərdadır, Kürdəmirdir. Şumluyuruq da, o kişim bostan yetişdirdik. O nə pisdir ki? Gözəl. Ağsaqqalımız düz buyurdu ki, əkin bir balaca baha olanda deyirlər, kətçinin əkini baha oldu, salın qiyməti aşağı. Vallahi aşağı olanda mayası çıxmır. Çünki o əkinə çox dava dərman verilir. Çox. Əkini bugünkü gün elə bu yerə gəlib çıxmağı, o 2 dəfə dərin şum gedir. O bir dənə frez gedir, bir dənə mala gedir. Ondan sonra tum əkilir, neçə dəfə dərmanlar verilir. Kök sisteminə, üstünə çiləmək vasitəsinə. Həqiqətən mən çəkən deyirəm, ürəyim açıldı, birini yandırıram, bu da qeydilir. Bir də ki, burada bizim... Ha, toyda diyorsun. Yox, bir dənə də şey var, o da qeydiləyən yaddan çıxmazı. Bu zonada rahat gəzmək üçün, oturub durmaq üçün bir dənə şey var, ondan istifadə edirik. Bu da məsləhət görürük ki, kimi ditdili yiyirsə, bundan alıb vursun bədəninə. Hanı bu spreyimiz? 1 manat 50 qətiyyədir. Bu da Sabirabaddan almışıq, təzə açılan mağazinlər. O mağazində buradan salamlayırıq, əklərdeyiz oradan. Bax 1 manat 50 qətiyyədir. Vurursan ditdili 2 metr arası. maşallah əbi əsl reklam meneceridir. Bir nəyim qaldı da reklam eləmək. Qaldı da.